YouTube kanalımın əziz izləyiciləri, hər bizi salamlayıram. Vasif gələcək. Vasiflə bir yerdə nə məşq edir, nə yadıma salım. Birinci gün sinə, dünənləri kürək işləmişik. Bugün də ya qol qabağı qol arxasıdır, ya da ki kürəkdir. Kürək nədir, çaşdım. Çiyindir, çiyin məşq olmalıdır. Baş gedib. Gündə bir əzəliyə məşqə gedirik. Valla əslində hər gün məşqə getmək yəni məni yorur. Plus da ki hiss edirəm ki, soyuq dəyməm artıq. Çünki hər gün məşqə gedirsən, çimirsən, açıq havaya çıxırsan, ona görə də soyuq tez dəyir. Mən növbəti həftədən indi Vasifə gəlsin, deyəcəm ki, Vasif, növbəti həftədən həftədə 3 dəfə gələk. İzləyicim də gəldi, elə dayanacaqda qarşıma çıxdı. Mənə şəkil çəkmək istədi. Mən şəkil ki, buldadaq səndən. Elə, sən telefonumu çək. Derim YouTube'a uzun video atırlar. Həmişə şortların qabağıma çıxır. Hə, şort videoları paylaşıram. Mən belə eləyim. Çək, belə də çək. Çox sağ ol. Hə, həmişə short videoları paylaşıram, derim bir dəfə də uzun videoları paylaşırım. Elə uzun videomun ilk qonağı sənsən, adın nədir? Vüqar, şəxsən Azərbaycanda bəyəndiyim youtuberlərdən biri də sənsən. Təşəkkür edirəm, Allah razı olsun. Biri Harun Məmmədovdur, ona baxdı. Üçüncü olsaydı kim olardı? Üçüncü olsaydı, Azərbaycandan düzdür çox da baxmıram. İlkin Feyziyev qabağıma çıxır. Ona baxmışam, güzel. Amma İlkin Feyziyev. O maşın reklamı. Fəxri Əsədov. Fəxri Əsədov. Bir də o, bəli. Çox sağ ol, minnətdaram. Görəyim dostum gəlir, baxım bir dənə. Ay, gəlir, özü də gəlir burada. Düzdür, mən ancaq short videoları paylaşıram. Təxminən bir 60 qaya çatırıq, amma uzun videolardan hələ öyrəşə bilməmişəm. Uzun videolar bilmirəm də paylaşım. Ona görə də qərar verdim ki, elə telefonun kamerasını açım, ağzıma gələn şeyi paylaşım. Nə oldu? İnşallah, çox sağ ol. Oldu, sağ ol. Sağ ol inşallah. Sağ ol, görüşərik. Michael. Vasif. Şimdi gedirəm. Xəbərim yoxdur səndən. Hə, Vasif. Yerim bir YouTube videosu çəkim. Səndən burada gözləməli deyildin axı. Özün üçün gəldim, belə gəldim. Yerim bir YouTube videosu çəkim. Nə demək istəyirsən burada? Heç spama düşəcək də, məni görənlər videonu spama atacaq. Elə YouTube videosu çəkirdim, qəfildən izləyicim çıxdı qabağıma. Mən də Vasif öyrəşməmişəm deyə izləyicimi görən kimi kameranı yığışdırdım. Elə qəribə, nə qədər çox video çəksəm də qabağıma kimsə çıxanda biraz utanmaqlıq gəlir də. O da mənə deyir, onlar şəkil çəkdirim. Mən də derim ki, problem yoxdur da, yəni gəl çəkək. Elə mən də videonu davam elətdirdim. Michael. Fanatınam da sənin. Gəl qucağına. Oy Allah, sən olmasan mən nə edərəm? Həbər qucağına. Yaxşı ki, dəyanət kimi bir blogger mi deyim, tiktoker mi deyim, Likloker. Allah nə bilim hamısından. Bugün bu arada video başlığında derim ki, birinci gün sinə məşq eləmişik, ikinci gün kürək məşq eləmişik. Bu gün nə məşq idi Vasif? Bu günləri çiyin. Bu günlər çiyin məşq idi. Amma mən bir dənə bir şey vurğuladım. İndi videoda uzun baxarsan. Nə? Hər gün ki məşqə gedirik ya biz. Hə. Mən şəxsən hiss edirəm ki, mənim canım tez soyuqluyur. Çünki məşq edirik, təriyirik, hep çimib eləyirəm, çölə çıxıram. Mən dedim ki, Vasif gəlsin, onu qərarlaşdıraq ki, həftədə bəlkə 3 dəfə gedək məşqə. O soyuqlamanın ona adiyyəti yoxdur. Nə yəni? Fəslin dəyişikliyidir, fəsil dəyişikliyidir. Ona görə yəni bu olur. Hal-hazırda bax mənim kürəyim, nəfəs aldıqca kürəyim ağrıyır. Mən də soyuqlamışam. Bu fəsil dəyişikliyindən bədən adaptasiya olur. Öyrəşir. Məşqin gününə baxmırıq. Onda düzələcək də. Hə, düzələcək. İndi mart çıxdı, dərd çıxdı da. İndi aprel ayı adaptasiya oluruq, düzəlirik. May ayında rahat nəfəs alırıq. Obşim, sağ olun, var olun. Nə var? Məşqdə videolar çəkərik də özümüz üçün. Çəkərik, problem. Məşqə başladıq. Vasif. Gəl da qaqada. Hər dəfə səni gözləyəcəm Vasif. Hər dəfə səni gözləyəcəm. Ağıllı ol, gəlib indi mələ edəcəm səni. Çin məşqidir? Çin. Hə. Hər dəfə belə səni gözləmə məcburiyyətindəyəm də burada elə. Hər dəfə səni gözləmə məcburiyyətindəyəm. Gözləməlisən. Yaxşı, tez ol. Biraz cəld ol. Çin məşqidir. Çinimizi bugün dağıdacağıq.
3 saat Vasifi gözləyəcəyik də. Vasif 3 saat Vasifi gözləyəcək. Vasif tutar da Vasif. 3 saat özünə baxacaq. Zəhmət çək. Hə. Bəli, Oo. dürüst deyən tək ünvanı. Salam aleykum, Allah sizi qorusun. Suqa YouTube çəkirəm. İlk qonağım sənsən. Nə demək Gəl. istəyirsən burada? Həqiqətən. Xeyirli olsun, uğurlu olsun. Qol daima- arxası hərəkəti göstər bizə. Qabağa itəlim. Qabağa. Qabağa. Cəmaat Cənəmi amcalar. Məşqdən öncə mütləq və mütləq sinmək lazımdır, azmənk eləmək lazımdır, mütləq. Sinin də ən həssas yerdir. Azmənkası eləməsən öncədən, sinmə hərəkətləri. Zədəsi ən az birini çəkir. İlk hərəkətimiz çiyin hərəkəti, shoulder press hərəkətidir. 3 podxod 12-12 eləyəcək. Sənin Mirvandam. Bas geçsin. 15 dənə. Hə qaqa, işte qaqa. 15. 5 kilo əlavə. Havaya 15, 25, 30, 60 kilo. Çiyin üçün 60 kilo. Bax, gəlin dəfə mikrofonu gətirəcək, mikrofonla daha rahat olacaq. Çiyin üçün 60 kilo çəki yaxşı çəkidir, yəni yüngül deyil. Mağdur danışır, ümumiyyətlə biraz riskli yerdir deyə çəkiləri diqqət eləmək lazımdır. Ona görə də nə edirik? Normal çəki ilə gedirik. Pramaj soxun geçsin dibinə kimi. İkinci hərəkətimiz yan çiyinlərədir. Başlayaq Vasif. Davay. Gitti. 8 10 11 Oo. Məşqimiz bitdi. Vasif. Məşqimiz qutardı, indi gedirik evə, mən işə. İşlərə video çəkərəm. Acından ölürəm, Allah'ım da. Biz yeməyi deyil. Cemlə yeməm mən. Nəsə atışdır ki, təndirdə o yeməyi pişirir rahat yeyəsən. Ət yemək istəyirəm, ət. Ət yemək, düyünlə ət. Elə görə nə tapırıq. Bəli, idibarımızı qurtardı. Gedirəm indi işə. Acından ölürəm. Nəsə bir şey yemək istəyirəm. Nə yeyim bilmirəm. Nə yeyim? Yəqin ki, düy yeyərəm. Üstündə ya toyuq əti, ya mal əti. Görüm nə tapıram. Yanında tərəvəzlərlə də bir şey yesəm daha yaxşı olar ki. Məşqdən sonra tərəvəz yemək, göy-göyərti yemək, belə şeylər yemək, yəni həqiqətən xeyirli şeydir. Evdə düy olmadığına görə restorana da zəng elədim. Orada da düy bitdiyinə görə məcburam bugün düyü yeməyəm ki, qismət də, yəni düyü yoxdursa məcbur deyil ki, deməli qismət deyil. Ona görə də dürüm yeyəcəm toyuq əti ilə 2 dənə. İçində göyərtisi, toyuq ətisi və lavaşla bir yerdə. Yəni bunu qızdıracam. Bunu birinci nə edirəm? Bax belə belə şey şişə keçirdirəm buna, bax belə bu formada. Və asıram buradan.
burada hem biraz kurusun hem de dadlı olsun. Hem de isinsin yani. Böyle. Bilirəm kameram pisdir. Deyəsən bu nə kameradır zat. İndi idarə eləyin də kamera olana qədər. Bundan çəkəcəm. Telefonla çəkirəm. 2 aydır uzun video paylaşmıram deyə özüm neçə 2 aydır qəribə hiss edirəm də, yəni kanal boş qalır deyə. Düzdür, short videoları paylaşıram amma istəyirəm ki uzun videolarda paylaşam da olur. Benim kameram indi pis olsa da pis oldu olmadı. Bisepsini reklam edeyim. Olmayan bisepsini. Hə. Kanal nə qədər aktiv olsa o qədər yaxşıdır. Bu arada siz də çox sağ olun ki, məni izləyirsiniz, dəstək olursunuz. Necə deyim sizə, hər birinizə minnətdaram. TikTokda da bu arada 100k oluruq artıq. İnşallah YouTube'da da 100k'mızı qeyd eləyərik. Çox sağ olun hər biriniz. Instagramdakı nə bilim, incidir də mənə. Getmir. 21.5-də ilişib qalmışam. Çox gec orada, yəni takip sayısı çox gec inkişaf eləyir də, yəni şeydə, ya da bu Instagramda. Instagramınızı necə qaldırırsınız? Mənim maraqlıdır həqiqətən. Nəysə, belə. Bugün elə belə vlog çəkmək istədim. Özüm üçün dostumla məşqə getdim. Məşq elədik, çiyin məşqi. İndi də yemək yeyəcəm. Heç nə, görüşmək ümidi ilə inşallah görüşərik növbəti videolarda. Sağ olun, özünüzə yaxşı baxın. Dürümümüz içində bir dənə dadına baxın. Mükəmməl. Bir dənə yorumlarda yazın da, xahiş edirəm. Bu tərifsiz YouTube musiqilərini hardan yüklüyorsunuz? Tapmıram ya qardaş. Allah'ın dostunu yükləyə bilmirəm. Müştəri gəldi. Dur da bir yerdə də. Sizcə yaxşı telefon alım çəkiliş üçün, yoxsa kamera? Çünki yaxşı telefon alsam TikTokda da canlı yayımlarımı aça biləcəm də. Ona görə kamera almaq istəmirəm. Telefonu həm çəkiliş üçün istifadə edərəm, həm də canlı yayım üçün. Necə fikirdir? Valla YouTube görsə ki, mən bu kalitədə video atmışam, videonu götürüb başıma vuracaq. Deyəcək, bu nə videodur? İzləyicilərim gəldi.